Azərbaycanın keçmiş prezidenti mərhum Əbülfəz Elçibəyin 1993-cü ildə İsrail-Azərbaycan münasibətləri haqqında tarixi çıxışı yayılıb. Bu haqda Azərbaycan Xalq Partiyası rəhbəri Pənah Hüseyn özünün Facebookunda paylaşım edib. Sabiq prezident AXC Ali Məclisinin 26 fevral 1993-cü il tarixli sessiyasında çıxışında olduqca maraqlı, bugünkü reallıqda hətta sensasiyon sayıla biləcək fikirlər səsləndirib. Qlobal İnfo çıxışı təqdim edir. Mən yenə o fikirdə qalıram ki, Azərbaycan Xalq Cəbhəsi Azərbaycan Xalq Hərəkatının, Azərbaycan Xalq azadlıq ideyaları üçün doğulub. O dağılmaz. Ta azadlıq hərəkatını başa çatdırmayınca AXC dağılmayacaq. İran inciyəcək, Turançılıq belə gəldi və s. Bu yol belə də gedəcək. Bəzən deyirlər siyasətlə onu bunu söyürsünüz. İran belə gəldi, Turan belə getdi. Bəli, kim gəlir gəlsin, danışaq ikilikdə. Görək kim haqlıdır, öyrənək. Misir, İsrail, İran üçü də bir-biri ilə düşməndir. Amma hamısı Azərbaycanı sevir. İsrailin Moskvadakı səfiri gəlib deyir ki, biz Azərbaycanla müttəfiqik. Azərbaycan müstəqil dövlətə gedir. Yaxın Şərqdə ən yaxşı dövlət bu olacaq. Varı, intellektual gücü var. Azadlıq ideyalarına yiyələnib. Demokratik yolla gedir. Mədəni bir ölkə ilə əlaqə yaradır və s. Azərbaycanın bütün cəmiyyətlərlə müdafiəçiliyi uzaqdan olar. İranın da başqa bir əsası var. İran bilir ki, Azərbaycanla düşmən olmaq İranın parçalanmasını tezləşdirər. Biz bircə şeyi bilməliyik. Hansı məsələ Azərbaycan millətinin xeyrinədir, onu etmək lazımdır. Qardaşıq, dostuq, amma siyasət başqa şeydir deyə Elçibəy qeyd edib. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.